Xameneyi hakimiyyətə gələndə İslam İnqilabının Keşikçiləri Korpusu, yəni Sepah digər dövlət qurumlarından fərqlənməyən bir nazirlik idi. Fevralın 28-də Xameneyi ilə birlikdə həlak olmuş Admiral Əli Şamxani də 1988-1989-cu illərdə Sepah naziri postunu tuturdu. Lakin nazirliyin ləğv edilməsi ilə Xameneyi Sepahı qısa müddət ərzində nəhəng iqtisadi və maliyyə imkanlarına malik hərbi siyasi quruma və öz hakimiyyətinin dayağına çevirdi. Daha sonra təhsil və media şəbəkəsi də qazanan Sepah bilavasitə Xameneyiyə tabe olan alternativ güc mərkəzi kimi formalaşdı. Sepahın Kəşfiyyat Təşkilatı ənənəvi Təhlükəsizlik Nazirliyinin, özü isə Nizami Ordunun rəqibinə çevrildi. Sepahın güc qüvvələri hesabata aparılmayan maliyyə təminatı ilə Xameneyinin regional strategiyasının əsas icraçısına çevrildi. Bu qüvvələr Xameneyinin sözsüz dəstəyindən yararlanan Qasım Süleymaninin dövründə İranın regional siyasətində əsas söz sahibinə çevrilərək, ölkənin Xarici İşlər Nazirliyini ikinci plana sıxışdırdı. Bu həqiqəti İranın keçmiş Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif bir neçə il öncə açıq şəkildə dilə gətirib. Süleymani neftdən gələn milyardlar hesabına Yəməndən tutmuş Livana qədər regional proksi şəbəkəsi qurmaqla İranın bölgədəki rəqiblərinə meydan oxumasına şərait yaratdı. Bundan ruhlanan Xameneyi və Sepah nüvə proqramına girişdi və elə burada da ilişdi. Artan beynəlxalq təzyiqlər fonunda genişlənən sanksiyalar İran iqtisadiyyatını ağır duruma saldı. Regional şəbəkəyə və mənasız nüvə proqramına xərclənən milyardlar əhalinin vəziyyətinin davamlı şəkildə pisləşməsinə səbəb oldu. İran 2010-cu illərin əvvəllərindən permanent böhranlar və etirazlar mərhələsinə qədəm qoydu. Xameneyi isə hər şeyin düzələcəyini ümid edir. Dünyada gedən köklü dəyişiklikləri dərk və qəbul edə bilmirdi. Beynəlxalq münasibətlərə dair təsəvvürləri soyuq müharibə dövründə qalmışdı.